Küləkli və qeyri-sabit hava şəraiti paytaxtda bir sıra xoşagəlməz hallara səbəb olub. Güclü küləyin təsiri nəticəsində sürüşmə və yıxılma halları artıb. News 24 azın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirə Salınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, təhlükəli hava şəraiti ilə əlaqədar olaraq yıxılma səbəbi ilə ümumilikdə 5 çağırış qeydə alınıb. Daxil olan müraciətlər əsasında hadisə ünvanlarına dərhal təcili tibbi yardım briqadaları göndərilib və zərərçəkənlərə ilkin tibbi yardım göstərilib. Məlumata görə 47 yaşlı qadın Sabunçu Tibb Mərkəzinə, 73 yaşlı qadın Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna çatdırılıb. Digər 2 nəfər 43 yaşlı qadın və 53 yaşlı kişi isə kliniki tibbi mərkəzə hospitalizasiya olunub. Hazırda onların vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib. Bundan əlavə, hava şəraiti ilə əlaqədar bir nəfərin, kişinin həkimə qədər ölüm faktı qeydə alınıb. Hadisənin dəqiq səbəbləri ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, son günlər müşahidə olunan güclü külək, sürüşkən yollar və açıq ərazilərdə təhlükəli vəziyyətlər xüsusilə yaşlı insanlar üçün risk yaradır. Aidiyyatı qurumlar vətəndaşlara zəruri ehtiyat tədbirləri görməyi, mümkün qədər açıq və təhlükəli sahələrdən uzaq durmağı tövsiyə edir. Məncə, belə hava şəraitində hər kəs daha diqqətli və məsuliyyətli davranmalıdır. Xüsusilə yaşlı insanlar və sağlamlıq problemi olan şəxslər mümkün qədər evdən çıxmamalı, çıxarkən isə sürüşkən səthlərə qarşı ehtiyatlı olmalıdırlar. Eyni zamanda şəhər infrastrukturunun şəkillərin, keçidlərin və ictimai yerlərin təhlükəsizliyi məsələsi də daim nəzarətdə saxlanılmalıdır. Bir insanın həyatını itirməsi belə ciddi siqnaldır. Və bu cür halların qarşısını almaq üçün həm fərdi, həm də ictimai səviyyədə tədbirlər gücləndirilməlidir.